Hər kəsə salam. Mən bu videoda bugün keçirilmiş 9-cu sinif buraxılış imtahanının Azərbaycan dili fənnindən qrammatik suallarının izahını verəcəm. 27-ci sual. Hansı sıradakı feillərdən biri idi, digəri isə köməkçi sözü ilə işlənmişdir? A variantında deyir ki, aparmışdı. Burada bəli, idi hissəciyimiz var bizim, aparmış idi. Alıbsa da bəli, alıb isə. Ona görə cavabımız elə olacaq burada bizim A variantı. Digər variantlara da baxsaq, çıxdı, xeyr, çıxdı sözündə d keçmiş zamanı şəkilçisidir. Alırsa da isə sa bəli isədir. Ona görə B olmaz. C-də gətirdim. Gətirdim sözündə də gətirdim. Nə etdim? Burada da yəni d keçmiş zamanı şəkilçisidir. Yəni hissəcik deyil. Susadıq sözündə də eyni ilə, yəni keçmiş zamanı şəkilçisidir. Yəni idi deyil. D variantında dayanacaqdır. Bəli, dayanacaq idi. Burada var idi hissəciyi. Alsan sözündə isə artıq sa şərt şəklinin şəkilçisidir. Ona görə D deyil. 7-də oturmuşdu. Bəli, oturmuş idi. Yəni burada idi hissəciyi var. Gətirsək sözündə isə sa artıq isə yox, sa şərt şəklinin şəkilçisidir. Ona görə Y-də olmayacaq. Cavabımız olacaq A variantı. 8-ci sual. Sözlərin fonetik xüsusiyyətlərini nəzərə alaraq nöqtələrin yerinə uyğun olan sözlər sırasını müəyyən edin. Deməli, burada bizim birinci sıramızda yazışı ilə deyişi fərqlənmir olmalıdır. Deməli, bu cəhətdən kimyəvi və sırağa günü özü verib. Variantlara baxsaq, təbrik, bəli, təbrik uyğun gəlir. Çünki deyişi və yazışı fərqlənmir. İkinci xanada isə sətrdən sətrə keçirmək olmur dedikdə, bəli, alim sözü də bura uyğun gəlir. Çünki alim sözündə yəni A yazıb, defis qoyub lim yazmaq olmaz. Ona görə bu da uyğun gəlir. Yazışı deyişi fərqlənir qismində isə maqnit artıq düzgün deyil. Çünki maqnitin tərəfsi və yazışı fərqlənmir. Ona görə A deyil. B variantında məşhur, bəli, məşhur fərqlənmir, doğrudur. Sətrdən sətrə keçirilmir qismində isə mətbə artıq yanlışdır. Çünki mətbəni sətrdən sətrə keçirmək olar. Ona görə B də deyil. C-də vərəq, vərəq yanlışdır. Çünki vərəqin deyilişi və yazışı fərqlənir. Yəni sondakı Q hərfi K kimi olur. Ona görə C deyil. D-yə baxaq. Xəttat. Xəttat da doğru deyil. Çünki xəttat da deyilişi və yazışı fərqlənən sözdür. Yəni xəttat kimi olur. Ona görə D də deyil. Cavabımız olacaq burada bizim Y variantı. Lisenziya, bəli, fərqlənmir. Duanı, bəli, sətrdən sətrə keçirmək olmur. Yazışı deyilişi fərqlənirdə isə ötkəm olacaq ötgəm kimi. Yəni Q G-yə keçir. 29-cu sual. Hansı cümlədə əlavə söz birləşməsi ilə ifadə olunub? Topladığı məhsulu, kartofu və soğanı tezliklə satmağa aparacaqdım. Burada bizim əlavəmiz kartofu və soğanıdır. Və bunlar söz birləşməsinə yox, sözlə ifadə olunub. Ona görə A deyil. B-yə baxaq. Bura Qəbələyə tez-tez gəlir. Burada da bizim əlavəmiz Qəbələyə sözüdür. Burada da yəni əlavə söz yox, söz birləşməsi yox, sözlə ifadə olunub. Ona görə B deyil. C-də irəlidə, sahildə bir dəstə atlı göründü. Burada da sahildədir bizim əlavəmiz. O da yəni sözlə ifadə olunub. Ona görə C də deyil. Əsməri rəfiqəsini çoxdan görmürdü. Burada da rəfiqəsini, yəni söz birləşməsi yox, sözlə ifadə olunub. Ona görə D də deyil. Y-yə baxaq. Şair bu obrazı əsərin baş qəhrəmanını sevə-sevə yaratmışdı. Burada bizim əlavəmiz əsərin baş qəhrəmanı budur və bu da artıq söz birləşməsinin ifadə olunub, yəni isim birləşməyin ifadə olunub. Ona görə cavabımız olacaq burada Y variantı. 30-cu sual. Frazeoloji birləşmələri müəyyən edin. Üz vermək, dabanına tüpürmək, bəli, cavabımız olacaq burada A variantı. Üz vermək yəni kimisə həddini aşması kimi izah olunur. Bir də hansı bir hadisə baş verdi, üz verdi kimi mənalarında istifadə olunur. Ona görə də üz vermək frazeoloji birləşmədir. Dabanına tüpürmək də yəni qaçmaq mənasında işlənir. Ona görə cavabımız olacaq A. Digər variantlarda ağzına su almaq frazeoloji kimi ola bilər, ancaq sandığı qıfıllamaq səhvdir. C-də gözü kəlləsinə çıxmaq ola bilər, ancaq çəkişlə vurmaq səhvdir. D variantında divarları ağartmaq frazeoloji deyil. Amma üz qaraltmaq ola bilər. İşə düşmək frazeoloji kimi ola bilər. Stulları aşırmaq ola bilməz. Ona görə də cavabımız olacaq A variantı. 31-ci sual. Cümlələrdə fərqləndirilmiş sözləri nəzərə alaraq uyğunluğu müəyyən edin. Mən sənin məsuliyyətli bir şagird bilirdim. Deməli, burada bizim fərqləndirilən sözümüz bir sözüdür. Buradakı bir ədatdır. Yəni, məsuliyyətli bir şagird. Yəni, qüvvətləndirici ədat kimi iştirak edib. İkincidə isə ilk maaşından anası üçün bir dəstə qızıl gül almışdı. Burada isə bir sözü artıq say kimi işlənir. Yəni, bir dəstə gül, iki dəstə gül və s. İndi baxsaq, əşyanın miqdarını bildirir. Bu saya gedəcək, yəni 2-yə gedəcək A. 2-yə A gedirsəm, A variantı və Y variantı gedir. B-yə baxaq, cümlədən çıxarıldıqda məna dəyişikliyi baş verməz. Bu ədata gedəcək, yəni 1-ə B, 1-də B, bəli, hamısında var. Leksik mənası var. Biz bunu 2-yə verəcəyik, çünki 2-dəki sayıdır. Deməli, 2-yə gedəcək A və C. Bu cəhətdən C də gedir, ya B-dir, ya da D-dir. Yalnız qrammatik mənası var, bu da gedəcək ədata, yəni 1-ə. Deməli, 1-də olacaq cavabımız 1 BD,
2D olacaq A və C. Yəni cavabımız olacaq burada bizim B variantı. Y-yə də baxsaq, cümlə özləri arasında əlaqə yaradır. Xeyr, bunu edən bağlayıcıdır. 32. Balaca yaman dəcəldir cümləsində mübtəda nə ilə ifadə olunmuşdur? Cümləni təhlil etsək, necədir? Dəcəldir. Kim? Balaca. Bəli, burada mübtədamız bizim balacadır. Balaca da nitq hissəsinə görə sifətdir. Yəni cavabımız olacaq Y variantı, yəni isimləşmiş sifətdir. 33-cü sual. Verilən nümunədə hansı duyğu şərləri buraxılmışdır? Kainatın yaranması, quruluşu, inkişaf və təkamülünün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Deməli, burada biz necə qoyacağıq? Kainatın yaranması, vergül, quruluşu, vergül, inkişafı və təkamülünün tədqiqi təkcə astronomiyanın deyil, bütün təbiət elmlərinin əsas problemidir. Bir dənə də vergül burada təkcə astronomiyanın deyil, vergül, burada vergül qoyulacaq. Yəni, ümumiyyətlə bizim burada 3 dənə vergülümüz buraxılıb. Yəni, cavabımız olacaq burada D variantı. 34-cü sual. Hansı sadə cümlədir? Külək getdikcə güclənir, yağış dayanmadan yağırdı. Bu cümlə mürəkkəbdir, çünki güclənir nə? Külək. Yağırdı nə? Yağış. Yəni, 2 dənə mənim qrammatik əsasım var. Yəni, bu mürəkkəb cümlədir. Gülnar həyəti süpürdü, samvara od saldı. Nə etdi? Süpürdü. Kim? Gülnar. Nə etdi? Saldı. Kim? Yenə Gülnar. Yəni, Gülnar həm həyəti süpürür, həm də samvara od salır. Yəni, burada 2 xəbərim var, bir mübtədaya aiddir. Yəni, bu cümlə sadə cümlədir. Ona görə cavabımız olacaq B variantı. C-yə baxaq. Soruşdum, cavab vermədim. Bu da mürəkkəb cümlədir. Çünki mən soruşdum, o cavab vermədi. Yəni, 2 dənə ayrı-ayrı mübtəda xəbəri var. D-yə baxaq. Ətrafa baxdım, heç kəs görünmürdü. Burada da mən baxdım, yəni baxan mənəm, heç kəs görünmürdü, görünməyən də heç kəs. Ona görə D də olmaz, C də olmaz, D də olmaz. Y-yə baxaq, külək güclənir, limandakı gəmilər yırğalanırdı. Güclənən küləkdir, yırğalanan isə gəmilərdir. Ona görə də cavabımız olacaq B. Feildən əmələ gəlmiş sifəti müəyyən edin. Gəlin baxaq, sıxlıq. Sıxlıq əvvəla özü sifət deyil, sıxlıq isimdir. Yəni, ona görə də ümumiyyətlə bu sifət olmadığına görə A deyil. B-yə baxaq, zarafatçıl. Zarafatçıl, bəli, necə zarafatçıl sifətdir? Lakin zarafatçıl sözü zarafat ismindən yaranır. Yəni, ismindən yaranmış sifətdir, ona görə B-də deyil. C-yə baxaq, güllü. Güllü sifətdir, bəli, güllü paltar, məsələn, necə paltar? Ancaq buradakı güllü də gül ismindən yaranıb, ona görə C-də deyil. D-yə baxaq, qırğın. Qırğın özü isimdir. Yəni, feildən yaranmış, qırmaq feilindən yaranmış qırğın ismidir, ona görə D-də deyil. Cavabımız olacaq bizim Y variantı. Sürüşkən sözü, bəli, özü sifətdir və sürüşmək feilindən yaranıb. Ona görə də cavabımız olacaq Y variantı. 36-cı suala baxaq. Uyğunluğu müəyyənləşdirin. İsmi birləşmə işlənmişdir və feili birləşmə işlənmişdir. 3 böyük bina yanaşı tikilmişdir. Deməli, burada böyük bina var. Yəni, bu bizim olacaq ismi birləşməmiz. 1-ə gedəcək A. Yenə göy üzünü duman bürüb. Burada da göy üzü olacaq, yəni ismi birləşmə. 1-ə gedəcək A və B. Bu cəhətdən cavabımız olacaq bizim A variantı. Feili birləşməni də axtaraq. Sən şəkli həvəslə çəkdin. Burada ümumiyyətlə söz birləşməsi yoxdur. Sahilə çıxmaq üçün qayığa mindi. Bəli, burada sahilə çıxmaq olacaq bizim feili birləşməmiz. Yəni, məsdər tərkibimiz. 2-yə gedəcək D. 7-də Cavad hiyləgərcəsinə gülürdü. Burada da yəni ümumiyyətlə söz birləşməsi yoxdur. Yəni, ona görə cavab olacaq A variantı. Bugünlük bu qədər. Bura qədər izlədiyiniz üçün çox sağ olun.